Bizim Əhl-i Beyt şairlərindən biri Hacı Ələmdar Mahir rəhmət edib. Allah rəhmət etsin. Onu da yad eləyək və qarşıdan Xocalının o məzlum cəmaatının qətlam günüdür. Onların da ruhunu yad eləyək. Kərbəla şəhidlərinin sayəsində ruhlarına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Harada qalmışdıq biz? Hadi biz feil döyüş başlayacaq. Yox, harada qalmışdıq? Əmir əl-Mömin əleyhissalam haranı paytaxt seçmişdi? Kufə şəhəri. Kufə şəhəri. İmam daxil oldu Kufiyə. Hamı gözləyirdi. Çox belə cahcəlalla qarşıladılar imam. Bilirsiniz niyə cahcəlalla qarşıladılar? Qalib gəli bax. Qad əfləhəl yevmən mən istə'la əqidəsi, Fironun əqidəsi. Kim güclüdür, o haqdır. Bu əqidə daim işləyib də, qalib ordu, daxil olur Kufiyə. Əmir əl-Mömin əleyhissalam saraya getmədi. Kufənin sarayı neçə illər uzunu çox belə cahcəlallı bir saray olmuşdu. Bəni Ümeyyə quldurları oranı bəzəmişdilər özləri üçün. Xahiş elədilər ki, bəs buyurun qəsrə də, saraya. Siz xəlifəsiz, sarayda qalıb idarə eləməlisiniz. İmam buyurdu, bayquşların sarayına. Yox. Bilirsiniz niyə bayquş dedi? Çünki çox padişahlar saray tikiblər, axırda bayquşlara qismət olub. Xarabalığa çevrilib. İndi abidələri saxlayırlar. Şirvanşahlar, qəsr-i şirin, nə bilim, və s. və ilə. Amma bunlara dəyməsən nə olacaq? Bayquşxana. Burada bayquşların sarayına getmərəm mən. Bayquşların yuvasına getmərəm. Getdi Kufə məscidinin o astanasında bir yer tapdı, müvəqqəti sakinləşdi, məskunlaşdı orada. Az sonra bacısının bir övladı var idi. Bacısı Ümmühaninin bir övladı var idi, Cü'də adında. Onun evinə köçdü. Vaqa'atu Siffin 3-cü səhifə. İmam əleyhissalam gördü ki, mənim qarşımda duran ilk və ən mühüm problem, müşkül Şamdır. Niyə? Çünki Şamdan başqa bütün İslam torpaqlarının hamısı və əhalisi beyət eləmişdi Həzrət Əmrə. O dövrdə də xilafət balaca deyildi. İndi biz kitablarda oxuyuruq, Kufə, Bəsrə, indiki Kufə boyda deyildi. İndiki Bəsrə boyda deyildi. Çox böyük idi. Bu ki, bütün ərazilər, Şamdan başqa bütün ərazilər imama beyət eləmişdi. Bu qeyd olunub Ənsabul Əşraf kitabında, 2-ci cilddə, 212-ci səhifədə. İmam İranın müxtəlif yerlərinə hakimlər təyin elədi, göndərdi. Vaqa'atu Siffin 12-13-cü səhifə. Malikəştər əleyhir-rəhməni göndərdi Cəzirəyə. Cəzirə o vaxt addır, bir region adıdır. Bu şəhərlərə şamil idi. Mosul, Nəsibeyn, Dara, Səncar, Amid, Hit və Anat. 2, 4, 6, 7 dənə şəhərə şamil idi. Qubernatorluq kimi, valilik kimi. Niyə görə Malikəştər kimi güclü bir şəxsi ora göndərdi? Çünki bu ərazi, Cəzirə Şama ən yaxın yeri idi, Suriyə. O tərəfdə də
Yəni, həmin cəzirənin bir-iki şəhəri Muaviyyənin işğalında idi. Muaviyyə Zəhhak ibn Qeysi orada vali təyin eləmişdi. İndi deyərsiniz ki, Malikəşlər getdi ora, nə olar, hamısı şiyə filan bəsməkən. Çox çətin idi hakimiyyət. Çox çətin idi. Cəzirə cəmaatı, haman 7 dənə şəhərin hamısı Osmanlısı idi. Hamısı bu fikirdə idi ki, Osman düz deyir. İndi Malikəşlər burada valilik eləməli idi. Əl-Futuh kitabı 2-ci cil 350-ci səhifə. Bunların yarısı Küfədən, Bəsrədən Cəməl döyüşündən sonra qaçanlar idi. Gəlmişlər, orada yerləşmişdilər. Yarısı da Muaviyyənin hakimiyyəti altında olan Cəzirə regionuna qaçmışdılar. Yəni, diqqət eləyin bu hadisələrə, bu sözlərə diqqət eləyin. Bəzən biz tarixi hadisələri araşdıranda, danışanda deyirik, Cəməl döyüşü. Vəssalam. Dava elədilər, 18 min adam öldü, qurtardı. Xeyr, nə qurtardı? Qaçanlar var idi. Hara qaçdılar bunlar? Hamısı tövbə eləyib təqva sahibi oldu. Bunlar gedib fəsad toxumu əkirdilər orada burada. Elə Əmir əl-Möminin əleyhissalamı qətlə yetirən Məlun ibn Mülcəm haranın qalığı idi? Nəhravanın qalığı idi da. Nəhravandan qaçanlardan idi. Ənsab-ül Əşrəf 2-ci cild 297-ci səhifə. Zəhhaka tabi olan ərazidə yerləşirdi Rəqqə, Ruha, Qirqisa, 3 dənə şəhər. Malikəşlər Cəzirəyə gələn kimi bir qoşun hazırladı və Hərrana hücum elədi onların ərazisinə. Zəhhakın qoşunu ilə möhkəm döyüşdü və Zəhhakın hakimiyyətinin altında olan ərazini geri aldı. Bu da nəql olunur Əl-Futuh kitabında 350-ci səhifədə, Əxbar-ı İttival 167-də. Malikəşlər elə bir şəxsiyyət idi ki, Əli əleyhissalam o yerlərə onu göndərirdi ki, bilirdi, bu getsə həll eləyəcək. Yaxşı müdiriyyət qabiliyyəti var idi. Allah ona istedad vermişdi. Yaxşı sərkərdə idi. Yaxşı təqvalı idi. Yaxşı əli şiyəsi idi. Malik şəhid olanda Əmir əl-Möminin əleyhissalam deyirlər, buyurdu ki, mən Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm üçün kim idimsə, Malik mənim üçün oydu. İmam əleyhissalam Küfədə müstəqər olandan sonra, yerləşəndən sonra ilk vaxtlardan başladı cəmaatın beynini aydınlaşdırmağa. Haqq nədir? Batil nədir? Çox ara qarışdırırlar. Osmanı Əli öldürür və s. və ilaxır. Və bu aydınlatma ilə, onlara söhbət eləməklə, başa salmaqla yavaş-yavaş onları hazırlayırdı öz sözlərini icra etdirməyə. Küfədə əsas sözü qəbilə başçıları deyirdi. Küfənin icra başçısından daha çox qəbilə başçılarının nüfuzu var idi öz cəmaat üzərində. Bir qəbilənin başçısı bir döyüşə getməsəydi, vəssalam, heç bir getməyəcəkdi. Belə bir vəziyyət idi. İmam əleyhissalam qəbilə başçıları ilə söhbətlər elədi. Onları razılaşdırdı ki, lazım olsa Muaviyyəyə qarşı döyüşsünlər. Bilmək lazımdır, Siffin döyüşü ilə göbələk kim yerdən bitməyib. Necə baş verib? Tək Küfə yox, İraq tamam qəbilə başçılarının əlində idi o dövrdə. İmam əleyhissalam qəbilə başçılarını yola gətirmədən iş görə bilməyəcəkdi. Bu ki, İmam Küfəni paytaxt seçdi, kefindən yox, bu problemləri İmam həll eləməli idi. Neçə illər keçib İslamdan, bunlar hələ qəbilə sistemində yaşayırlar. Yiyəsizliyin nəticəsində. İmam hər iş görəndə cəmaatla məsləhətləşirdi, qəbilə başçıları ilə. Adətən naxil eləmir padişahlar, əmirlər, valilər, xəlifələr. İmam hər işdə məsləhətləşirdi. Bu da Küfə cəmaatı çox ayıq cəmaatı idi, siyasi baxımdan. Bu da cəmaatı həvəsləndirirdi ki, aha, bizə hörmət eləyir, gəlin biz də dəstək verək. Əli əleyhissalam bir dəfə Muaviyyəyə bir məktub yazdı və buyurdu ki, məktubda əmrlər ki, gəlsin itaat eləsin Muaviyyə.
Həzrət ona məktub yazdı ki, gəl itaət elə səndə. Səndən başqa mı itaət eləyib? Bu məktubun davamında cəmaat dedi ki, siz məktubu yazın. Nə əmr eləsəz sizə itaət edəcəyik. Diqqətli olun, bu Kufə cəmatıdır. Siffin döyüşündə yaxşı məlumatlar çıxacaq üzə. Bu cəmaatdan 20.000-i müxalifətdə olacaq Həzrət Əliyə qarşı. Dedilər, biz sənə itaət eləməyi Peyğəmbər sallallahu itaət kimi qəbul edirik. Kufə cəmaat dedi. Mənbə Əl-Futu 2-ci zil 352-ci səhifə. Əli əleyhissalam Muaviyyəyə bir məktub yazdı və məktubda çalışdı ki, onu qane eləsin müsəlmanların hamısının qəbul etdiyi işi qəbul eləməyə. İmam məktubda yazdı ki, mənim xilafətim bugünə qədər sizin qəbul etdiyiniz meyarların hamısı ilə uyğun gəlir. Sən bunu qəbul eləməlisən. Yəni, birinci, ikinci, üçüncü hansı meyyərlər əsasən seçilmişdir? Demirdiniz ki, mühacirlə ənsar seçsə qəbuldur. Məni də mühacir ənsar seçib. Niyə qəbul eləmirsən? İmam məktubunun mətninin bir sıra tərcümələri bunlardır. Sonra isə, salam salavatdan sonra isə, Mədinə cəmaatının mənə etdiyi beyət Şamda yaşayan sənə də vacibdir. Sən də beyət eləməlisən. Çünki Əbu Bəkrə, Ömərə və Osmana beyət eləyənlər hansı meyarlara əsasən onlara beyət eləmişdilərsə, həmin meyarlara əsasən mənə beyət eləyib elə həmin şəxslər. Sənin başqa çarən yoxdur. Nə sənin, təkcə sənin yox, heç kəsin başqa çarəsi yoxdur. Hamı beyət eləməlidir. Heç bir şəxsin beyətdən qaçmağa yolu yoxdur. Şuranın üzvü olmaq mühacir və ənsarlara məxsus deyildi. Siz demirdiniz ki, ancaq mühacir və ənsarlar məsləhət şurasının üzvü ola bilərlər. Mühacir və ənsarlar şura təşkil eləyiblər və məni rəhbər seçiblər, imam təyin eləyiblər. Sizin nəzərinizə əsasən Allahın razılığı bundadır da. Niyə qəbul eləmirsən? Yazırlar ki, Əbdürrəhman ibn Qənim Əzdi. Ona deyirlər Şam əhlinin fəqihi. Ən fəqih adamı, ən savadlı adamı. O Şamda gəldi Şürəhbilə dedi ki, hətta əgər sizin dediyiniz kimi Əli əleyhissalam Osmanı öldürmüş olsa belə, madam ki, mühacir və ənsar ona beyət eləyib və onların da dediyi hökmdür, deməli, Əli əleyhissalam müsəlmanların xəlifəsidir. Tabi olmaq lazımdır. Vəqat-ı Siffin 45-ci səhifə. Bilirsiniz nə demək istədi? Yəni, siz ki, iddia eləyirsiniz, Əli öldürüb Osmanı, ona görə ondan qisas almaq istəyirik. Bu, mühacir və ənsardan olan səhabələr Osmanın qətlindən sonra seçiblər, Əlini əvvəl seçiblər. Sonra seçiblər də. Onlar bilmirdilər kim öldürüb, kim öldürüb. Hətta əgər Əli öldürübsə, onlar seçiblərsə, deməli, haqlıdır ki, seçiblər də. Siz 25 ildir, bunu zəhmət olmuş götürün. Siz 25 ildir deyirsiniz ki, mühacir və ənsarın dediyindən başqa olmaz. 25 ildir. Nə oldu? İndi həmin qanun keçmədi? Salavat Muhammed Ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Həzrət yazır, sonra deyir ki, əgər öz başını bəlaya salmaq istəsən, azğınlığıva davam eləsən, mən səninlə döyüşəcəm. Salavat Muhammed Ali Muhammed. Allahümme salli ala Muhammed və ali Muhammed və mən səninlə döyüşəcəm və Allahdan sənin əleyhivə kömək alacam. Osmanın qatillərindən çox danışırsan Muaviyyə. Əvvəla bil ki, o yolu ki, müsəlmanlar gedirlər, sən gəlməlisən, daxil olmalısan o yola. Osmanın qisasını istəmirsən, çox gözəl, razıyam. Gəl, bütün müsəlmanlar kimi, bütün məntəqələrin valiləri kimi, gəl tabi ol mənə.
müsəlmanlarla birləş, sonra yığışaq, məhkəmə quraq, Allahın kitabına əsasən başlayaq Osmanın qatillərini axtarmaq. Bundan gözəl nə söz? Bəzi sözlər deyir, sonra buyurur ki, sən ki deyirsən, mən də bir xəlifə ola bilərəm, mən də gərək səni seçənlərin içində olub rəy verəydim, bəlkə məni sən seçməyəcəkdim. Qulaq asırsınız mənə? Sən bilirsən ki, sən tüləqadansan. Tüləqa, taliq sözünün cəmidir. Taliq yəni azad olunmuş. Peyğəmbər sallallahu aleyhi və aleyhi Məkkəni fəth eləyəndə Əbu Süfyanı, onun nəslini, Bəni Üməyyəni öldürməli idi. Dedi ki, mən sizi azad edirəm ölümdən. Ona görə onlara İbn-i Tüləqa deyirdi cəmaat. Azad olunmuşların balaları. Yəni sizin hakimiyyətdə qalmağa ixtiyarınız yoxdur. Bir sual verim sizə. Kim gətirdi bəs Muaviyə kimləri hakimiyyətə oxuyacaq birazdan. Bu məktub yazılıb Vəqətü Siffin 29-cu səhifə, Əl-Futuh 2-ci cild 75-ci səhifə və s. və ilə. Məktubu verdi Cüreyr ibn Əbdullaha, ya Cərir ibn Əbdullaha. O məktubu gətirdi Muaviyəyə. Muaviyəyə dedi ki, fitnədən əl çək, müsəlman cəmiyyətinə qoşul. Muaviyə məktubun cavabını vermədi. Dedi, cəmaata deyin, hamısı yığışsın böyük məscidə, Şamda. Cəmaat yığışdı məscidə, Muaviyə çıxdı minbərə, həmdü səna elədi Allaha. Sonra dedi ki, bu Şam müqəddəs ərazidir. Cəmaatın hörmətini artırdı öz gözlərində. Dedim, mən Ömər ibn Xəttabın və Osmanın sizə canişiniyəm. Mən Osmanın qanını tələb edənəm. Osmanı məzlum öldürüblər. Ay cəmaat, Osmanın qanı barəsində nə deyirsiniz? Cəmaat qışqırışdılar ki, biz Osmanın intiqamını almağa hazırıq. Muaviyə dedi ki, get bu cavabı ver imama. Və diqqət eləyin, burada Muaviyə özünü təkcə Osmanın canişini hesab eləmir. Deyir, mən Ömərin də canişiniyəm. Bilirsiniz niyə? Çünki Ömərin dövrünə qədər Bəni Üməyyəyə heç kəs vəzifə vermirdi. Ömər ibn Xəttab Muaviyyəni Şama vali təyin elədi. Mənbə Əl-Futuh kitabı 2-ci cild 380-ci səhifə. Muaviyyə dedi ki, gedin Əliyə xəbər verin. Şam şəhərini, Misir şəhərini versin mənə. Şəhər deyəndə bildinizdə əyalət. Yəni tərkibində bir neçə şəhər var idi. Versin mənə Əli əleyhissalam. Sonra o dünyadan köçəndən sonra da heç kəsin beyətin mənim boyumda qoymasın. Özüm bilərəm neyin yerəm. Yəni harınam mən, qudurğanam. Əgər bu şərtimdən razı olsa, mən onu xəlifə kimi tanıyaram. Cüreyr bu mətləbi imama çatdırdı. İmam buyurdu ki, Mədinədə Muğeyrət ibn Şöbə bunu məndən istədi. Mən qəbul eləmədim və qəbul etməyəcəm. Bilirsiniz niyə? Ləm yəkunillah liyərani əttəxidul mudillinə aduda. Allah məni zalimlardan dəstək alan kimi görməyəcək. Vəqətü Siffin 52-ci səhifə. İmamla Muaviyyənin arasında bir neçə məktub get-gəl oldu. Məktublaşdılar. Nəhsiz bəlağada başqa kitablarda məktublar var. Mühüm məsələlər o məktublarda qeyd olundu. Muaviyyə bir məktubunda imama yazdı ki, Allahın rəsulundan sonra bir neçə xəlifə gəldi iş başına. Sən o xəlifələrin hamısına paxıllıq eləyirdin, İmam Əliyə deyir. Və lovğalıq elədin hamısına qarşı. Biz sənin bu lovğalığı, üsyankarlığı qəzəbli gözlərində görürdük. Çobud danışıqlarında duyurduq. Ürəyin dərinliyindən ahlar ki çəkirdin, ondan bilirdik sən bu xilafətlə razı deyilsən. Biz sənin bu üsyankarlığı xəlifələrə gec beyət eləməyindən başa düşürdük.
Bunlar bilirsiniz nədir? Bugün Vəhhabi qardaşlarımız deyir ki, siz bunları özünüzdən qondarırsınız. Onlar hamısı mehriban olub, can deyib, can eşidiblər. Kim deyir Əli ilə xəlifələrin problemi olub? Muaviyə deyir. Sonra səni dəvə kimi zorla, sürüyə apardılar beyət eləməyə. Və sən getdin, zorla beyət elədin. Sonra Muaviyə başlayır ki, sən Osmanla düşmən idin, imama deyir. Bilirsiniz də, oxuduq onu ki, imam öz övladlarını Osmanın sarayın qarşısında sipər eləmişdi ki, o qiyamçılar öldürməsinlər Osmanı. Onlar susuzdan yanırdı, Osman və ailəsi Həzrət onlar üçün su aparırdı. Muaviyə yazır ki, sən Osmana düşmən idin. Osman sənin evin böyründə öldürüldü. Sən səsivi də çıxartmadın. İstəsəydin qoymazdın öldürsünlər. İndi də düz deyirsənsə Osmanın qatillərini ver mənə, mən sənə beyət eləyim. Muaviyənin hiləsi var idi. Muaviyə özü qoşunu saxlamışdı Mədinənin kənarında, onu oxuduq keçən bəhslərdə. Tapşırmışdı ki, Osman öldürülməyincə girməyin şəhəri. İmam məktubun cavabında buyurur ki, şükür Allaha ki, Peyğəmbərinə qələbələr nəsib eləyib, atır keçmişə. Və Peyğəmbərin düşmənlərini darmadağın eləyib. Buyurdu ki, Peyğəmbər xanədanına qarşı ən çox israr edən, düşmənçilik yaradan sizlər idiniz. İmam buyurdu ki, biz əhl-i beyt, Peyğəmbər salavatullaha iman gətirən ilk ailə olmuşuq. Halbuki sizin xalqınız, sizin tayfanız Peyğəmbərimizi öldürmək istəyirdilər. Bizim kökümüzü kəsmək istəyirdilər. 3 il ki, mühasirə saxladılar Əbu Talib dərəsində. Qəm-qüssə yüklərini bizim qəlbimizə yüklədiniz. Narəva işlər gördünüz bizim barəmizdə. Bizə yemək verənlərə mane olurdunuz, su verənlərə mane olurdunuz. Bizi qorxu içində, vəhşət, dəhşət içində saxlayırdınız. Bizim ətrafımızda casuslar və keşikçilər qoymuşdunuz. Bunlar yaxşı materiallardır Əbu Talib şüəbində baş verən vəziyyət üçün. Ki, nə əziyyətlərə düşər olublar. Bizi dağa daşa köçməyə məcbur elədiniz. Bizi çətinliyə düçar elədiniz. Döyüş, müharibə alovunu bizim əleyhimizdə qızışdırdınız. Öz aranızda söz verib, əhd peyman bağladınız ki, bizimlə yemək yeməyəsiz, su içməyəsiz, qız alıb qız verməyəsiz, alver eləməyəsiz, əl görüşməyəsiz, bizə aman verməyəsiz, Peyğəmbəri sizə təslim etməsək, bizlə münasibət qurmayasız. İmam cavabında deyir ki, Peyğəmbər sallallahu dövründəki döyüşlərdə nə qədər əziyyətlərə düçar etdiniz bizi. Deyir Muaviyə, sən deyirsən mənə ki, xəlifələrə paxıllıq elədim, onlara beyəti gecişdirdim, onlara qarşı loğalıq elədim, loğalığa qalsa Allaha sığınıram, mən loğalıq eləmərəm. Əsla belə olmayıb. Amma deyirsən, niyə beyəti gecişdirdim, niyə onların işindən razı deyildim, bu etdiyimə görə heç kəsdən üzür istəmirəm. Yəni, əcəb eləmişim. Bu birisində nə deməkdir? Bayaq Muaviyənin sözünü oxuduq, imamın xəlifələrlə münasibəti necə olub? İndi də imamın öz sözünü oxuyuruq. Xəlifələrlə münasibəti necə olub? İmam davam eləyir. Buyurur ki, mənim xəlifəliyə haqqaniyyətim, ləyaqətim filan subutlara görə filan subut, daha onlara keçmirəm. Deyir ki, mənim Osmanın qanında əlim olmayıb. Sonra buyurur ki, sənin atan Əbu Süfyan, Muaviyə, sənin atan Əbu Süfyan Səqifə-i Bəni Saidə hadisəsində ilk xəlifə seçilərkən gəldi mənim yanıma, dedi ki, imkan vermə Əbu Bəkr xəlifə olsun. Sən mənə həd enən, mən cəmaatı yığım, sənə beyət eləsinlər. Amma mən bu işdən imtina elədim, çünki cəmaat küfür dövrünə çox yaxın idi. Mən müsəlmanların arasındakı təfriqənin baş verməsindən çox qorxurdum. Ara qarışar, ona görə sustum. Elə ki, Əbu Süfyan da səmimi niyyətlə eləmirdi. Yəni, Muaviyyənin özünü atdı ki, atom belə eləyirdi sənin, nə oldu, sən mən xilafətimi qəbul eləmirsən. Və Qətü Siffin 91-ci səhifə, da başqa kitabları demirəm.
Bu məktublar, bayaq dediyim kimi, mühüm sənəddir imamın xəlifələrlə hansı münasibətdə olmasına. İmam Muaviyyəyə belə məktublar yazdı, Əmrasa belə məktublar yazdı, Allah hər ikisinə lənət eləsin ki, onları batil yoldan döndərmək üçün çox nəsiyyətlər elədi. Bunlar yazılıb Vəqətü Siffin 111-ci səhifədə, Əl-Futuh 2-ci cilddə və s. və ilə. Nəhayət imam gördü, xeyri yoxdur. Muaviyyəyə qarşı cihada qərar verdi. İmam dəfələrlə deyir ki, Peyğəmbər sallallahu mənə vəsiyyət edib ki, sən əhd sındıranlarla, nə bilim, zalimlərlə, nə bilim, cahil müqəddəslərlə dava eləyəcəksən. Bu hədislər Əl-Futuh kitabında var 2-ci cilddə. Burada ki, əhd sındıranlarla dava elədik, indi bu zalimlərə qarşı dava eləyəcək, müharibə eləyəcək. Yığdı mühacirdən və ənsərdən olan görkəmli sahabələri. Məşvərət şurası başladı. Dedi, nə deyirsiniz? Nə inəyək? Şama gedək, getməyək. Səd ibn Əbi Vəqqasın qardaşı oğlu Haşim ibn Ütbə dedi ki, bu cəmaat, yəni Şamlılar, yalandan Osmanın qanını istəyirlər. Onların məqsədi Osmanın qanını almaq deyil, dünyanı əldə eləməkdir. Biz nə qədər tələssək onları məhv eləməyə, o qədər gecikmişik. Yəni, getmək lazımdır. Əmmar Yasir əleyhir rəhmədə israr elədi ki, bircə gündə tələssək, bircə gün gecikməkdən yaxşıdır. Sonra bir şeir dedi, Siru iləl əhzabi ə'da'ən nəbi, ay Əmmarı qəbul eləyənlər. Buyurdu, hərəkət eləyin Peyğəmbərin düşmənləri olan dəstənin üzərinə. Hələ İslamı yox. Peyğəmbərin düşməni olan dəstənin. Görürsünüz biz müsəlmanların nə dərəcədə avam olduğunu. Bu Əmmar Yasir ki, nəslini qurban verib Allah yolunda. Onu Şam cəmaatı da tanıyır. Onun səhabə olduğunu bilirlər. Onun Cəlilül Qədr olduğunu bilirlər. O ola-ola keçirlər Muaviyyənin tərəfinə. Siru iləl əhzab ə'da'ən nəbi. Siru fəxayrun nas ətba'u Ali. Hərəkət eləyin ki, insanların ən yaxşısı Əliyə tabi olanlardır. Vəqətü Siffin 101-ci səhifə. Qeys ibn Səd dedi, Muaviyyə və Şam cəmaatına qarşı cihad mənə vacibdir Rumlulara qarşı cihaddan. Yəni, bunlara qarşı cihad eləmək, kafirlərə qarşı cihad eləməkdən daha üstündür mənim nəzərimdə. Səhl ibn Hüneyf Ənsar cəmaatını imama itaat eləmək üçün hazır olduğunu bildirdi. Bir nəfər durdu, etiraz elədi. İndi bundan belə siz baxın Küfənin vəziyyətinə nə vəziyyətdir. Bilirsiniz ki, məsələn, İmam Əli əleyhissalam heç vaxt döyüşə əvvəl başlamaq istəməyib. Cihad əhval-ruhiyyəsi yaradanda da ağılla, məntiqlə cihada səsləyib. Amma bu Küfə cəmaatının xasiyyətlərinə baxın, siz Allah görün neçə növ insanlar var. Bunları dedik, səhabələr, dostlar dedilər, gedək. İndi qalan insanlara baxın. Biri durdu, etiraz elədi. Etirazı buydu. Dedi, sən yenicə bizim Bəsrədəki qardaşlarımızı öldürməyə dəm qayıtmısan. Bizi aparmışdın Bəsrədəki qardaşlarımızı öldürməyə, Cəməl döyüşün deyir. Halbuki oxuduqda Cəməl döyüşçüləri gəlirdilər. Qıra-qıra, Bəsrəni talan elədilər. Baxın, belə daha bir nəfər haqqı qəbul eləmək istəmirsə, diqqət eləyin. Haqqın özündən elə bir irad tutur ki, adamın matuqutu quruyur. Deyir, təzə bizi qaytarmısan qardaşlarımızdan döyüşdən. İndi başqa qardaşlarımızdan döyüş aparırsan. İmam cavab verməmiş cəmaat tökülüşdü üstünə, kişi qaçdı. Bazarın ortasında vurub öldürdülər onu. Bu Küfə cəmaatıdır. Ənsab-ül Əşraf kitabında, Əxbar-ı Tivalda yazılır ki, imam onun qanbahasını Beytülmaldan ödədi. Malikəşlər dedi, ağa, bu bədbəx xainin sözü sizi narahat eləməsin. Cəmaat hamısı sizin şiyələrinizdir. Siffin hadisəsi 96-cı səhifə. Küfənin haman dövrdəki əhval-ruhiyyəsi müharibə üçün elə hazırlanmışdı ki, gördüyünüz kimi bir nəfərin etiraz eləmək cürəti qalmamışdı. Bir dilləndi, vurub öldürdülər. Demirəm, düz eləyib dilləndi, əstəğfirullah. İmama qarşı dillənən münafiq idi də, amma belə vəziyyət idi. İmam cavab verməmiş, durub öldürürdülər.
Bəzi qəbilələr görürdülər ki, filan qəbilə hazırdır döyüşə. Bizim qəbilə qalıb biabırçılıqdır. Ərəb dövrünün cahiliyyəti. Məsələn, Hənzələt ibn Rəbi bir tayfanın başçısı idi. Qəbiləsi tayfası onu o qədər təzyiqə məruz qoydu, gecə ilə qaçdı, qoşuldu Muaviyyəyə. Əlbəttə deyirlər ki, onun da tərəfində döyüşdə iştirak eləmədi. Əl-Futuh 2-ci cild. Bu insanlar, yəni Kufə belə müharibə üçün hazır idi. Dillənən dilin keçirdir. Amma baxırdı kim dillənir. İndi bir neçə sitat gətirim. Bəziləri var idi, pis adam deyildilər, amma çox şəkdə idilər. Bu ki, Əllamə Əmini deyir, gecə-gündüz, əgər imkanım olsaydı, gecə-gündüz ağlayıb, ya məzlum əli deyərdim. Baxın, görün, Əli əleyhissalamın məqamını nə qədər aşağı salıblar. Görün, Əli əleyhissalamla necə danışırlar. Əbu Zübeyb ibn Avf imamına dedi ki, mən bilmirəm axı, doğrudan biz Şamlılarla dost olmalıyıq, ya düşmə olmalıyıq. Gəl bir dənə sən mənə şahidlik elə, öz dilinlə denən ki, şahidəm mən, qiyamətdə də şahid olacam ki, biz Şamlılarla düşmə olmalıyıq. Hələ salıblar imam. İmam dur, dedi ki, mən şahidəm, qiyamətdə də şəhadət verəcəm, biz gərək Şamlılarla döyüşək. Dedi, razı olmadım, bu Əmmar da desin. Əmmar da gəldi, dedi ki, mən şahidəm ki, biz döyüşməliyik. Dedi, indi gələcəm döyüşə, qəbiləmi gətirəcəm. Siffin deyir ki, 101-ci səhifə. Əbdullah ibn Məsudun səhabələri. Onda Əbdullah ibn Məsud rəhmətə edmişdi. Ki, Əbdullah ibn Məsud Kufənin Beytülmalının rəisi olmuşdu bir zamanlar. Gəldilər imamın yanına, dedilər ki, biz sizinlə bərabər gəlirik, Məzlum Əli. Amma bizim ordu düşərgəmiz ayrı olacaq. Baxacaq vəziyyətə. Hansı qoşun zalim olduğunu başa düşsək, hücum eləyəcək ona qarşı. İmam burada yaxşı, gəl. 400 nəfərli bir dəstə Rəbi ibn Xüseymin başçılığı altında dedilər ki, biz hələ bilmirik bu döyüşdə haqq kimdir, batil kimdir. Çox güman ki, Xacə Rəbi dedim, ha. Dedim, mən Quran oxuyuram, hələ bilmirəm, sən haqsan, ya Muaviyyə haqq. Təmin Rəbi idi bu. Məşhəddə də qəbri var, avamlar ziyarət edirlər. Dedi ki, bizi göndər başqa ölkələrin sərhəddinə, orada keşik çəkək. Biz döyüşə gəlməyək. İmam buyurdu ki, gedin o filan yerə, sərhəddə. Onlar da getdilər. Bahilə tayfasının adamları imama dedilər ki, bizim səndən xoşumuz gəlmir. Bilirik ki, sənin də bizdən xoşun gəlmir. Bizi göndər Deyləmin sərhəddinə. İmam onlar göndər Deyləmin sərhəddinə. Əxbar-ı Tival 165-ci səhifə. Abdullah ibn Bədil imamın mövqeyini dəstəklədi. İmama dedi, bunların sənə qarşı düşmənçiliyi, ağa, bilirsən nə düşmənçiliyidir, hardan qaynaqlanır? Sənin onlara vurduğun zərbələrdən qaynaqlanır. Sonra özün tut cəmaət dedi ki, axı Muaviyyə Əli əleyhissalamla necə beyət eləsin ki, qardaşı Hənzələni, dayısı Vəlidi, babası Ütbəni bir döyüşdə öldürüb İmam Əli. O beyət eləyə bilməz ki. Nəslin kəsib imam onun. Siffin deyir ki, 102-ci səhifə. Həzrət Əleyhisselamın iki səhabəsi, sonralar Muaviyyə məlunun tərəfindən şəhid olunan Hüzr ibn Ədi və Əmr ibn Həmiq başladılar küçədə gəzib Şamlıları lənətləməyə. İmam çağırdıları, buyurdu ki, belə eləməyin. İstəmirəm siz söyüş-söyən, lənət oxunan kimi tanınasınız. Bu işin əvəzinə Allaha dua eləyin ki, Allah lütf eləsin, qan tökülməsin, səfa, səmimiyyət bərpa olunsun. Əmr ibn Həmiq dedi ki, ağa, nə desən eləyəcəm və ömrümün sonuna qədər sənin yolundan çıxmayacam. İmam da onun üçün dua elədi. Və doğrudan da elə də oldu. Əmr ibn Həmiq İbn Ummul Həkəm Muaviyyənin cəzirədəki hakimi tərəfindən şəhadətə yetişənə qədər öz əqidəsində qaldı. Siffin döyüşü 103-cü səhifə. İmam gördü ki, Muaviyyə söz başa düşmür. Kufəllər də hazırdılar döyüşə. Bir dənə ümumi xütbə oxudu, insanlara cihada əmr elədi. Kufə qarışdı bir-birinə. Ondan sonra İmam Həsən əleyhissalatu vəssalam durdu, bir xütbə oxudu. Buyurdu ki, öz düşməninizlə Muaviyyə və qoşunları ilə döyüşməyə qarşı toplanın. Çünki o indi hazırlanıb
sizə qarşı gəlmək istəyir. Döyüşçülük ruhunu əlinizdən verməyin. Çünki döyüşçülük ruhunu əlinizdən versəniz, ürək bağlarınız boşalacaq. Sizin məğlubiyyətdən qorunmanızın yeganə zəmanəti bu gün qılıncdır. Sonra İmam Hüseyin Əleyhissalatu vəssalam xütbə oxudu. O da cəmaatı Şamın əleyhinə çıxmağa səslədi. Siffin döyüşü 115-ci səhifə. İmam Bəsrə cəmaatının valisi İbn Abbasa yazdı ki, cəmaata denən gəlsinlər, kömək eləsinlər bizə. Bəsrə cəmaatının çoxu qəbul elədi. İbn Abbas öz yerində Əbul-Əsvəd duelini qoydu. Əbul-Əsvəd duelini tanıyan var burada? Əbul-Əsvəd dueli İmam Əli Aleyhisselamın səhabə və tələbələrindəndir. Ərəb qrammatikasını İmam Əli ona öyrədib, o əsaslarını qoyub ərəb qrammatikasını. Salavat-ı Muhammed alım. Allahumma salli ala Muhammed və ali Muhammed. Məşhur alimdir. Odur qrammatikanın banisi. İmam Əli Aleyhisselamın hədisi var. Ona deyir ki, bəs kəlam, kəlmə üstü, isimdir, feildir, hər ədatlardır və s. və ilə axır. Onu qoydu Bəsrədə öz yerinə, özü qoşununla gəldi Kufiyə. İmam Müxnəfi ibn Süleymə də məktub yazdı ki, İsfahanın valisi idi. Bir nəfər qoy öz yerində, gəl, o da belə elədi. Kufə döyüşə hazır idi. İmam göstəriş verdi ki, cəmaat Nuxəylə adlı hərbi düşərgədə toplansınlar. Muaviyə oradan xəbər çatdı. Çıxdı Şamın minbərinə. Osmanın qanını köynəyin qaldırdı göyə. 70.000 qoca şeyxlər başladılar ağlaşmağa. Şam cəmaatı qızışdı, gedir İraqlılarla döyüşə. Siffin hadisəsi 127-ci səhifə. Nəsr ibn Müzahim deyir ki, Siffin döyüşü başladı 37-ci Hicri ilinin Səfər ayında və gələn ilin Səfər ayına qədər davam elədi. İraq qoşunu Şam qoşununa çatanda gördü ki, onlar artıq yerlərini tutublar və bataqlıqdan keçən o körpünün üstünü işğal eləyiblər. Suyun da qarşısını kəsiblər. Şam qoşununun sayı 120.000 nəfərdən çox idi. Bunu nəql eləyir Əl-Futuh kitabı 2-ci cilddə. Əli Aleyhisselamın qoşununun sayı 80.000 idi. Yolda da Mədain cəmaatı qoşuldu biraz ona. Əxbar-ı İttival 167-ci səhifə. Suyun qarşısını kəsiblər. Bu həman Fəraddır ha. Muaviyyənin oğlu Əlinin oğluna su vermədi. Suyun qarşısını kəsiblər. Əl-Futuh kitabının müəllifi 3-cü cild 13-cü səhifədə yazır ki, Malikəşlərin çox böyük qəhrəmanlığı nəticəsində qoşun hücum elədi, suyu aldı. Diqqət eləyin, Əlinin növbəti məzmuniyyətləri başlayır. İmam Əleyhissalatu vəssalam göstəriş verdi ki, qoyun onlar su içsin. Qoyun Muaviyyənin qoşunu su içsin, biz su davasına gəlməmişik. Bir ox gəldi, düşdü gecə ilə Əli Aleyhisselamın qoşunun içinə. 3-4 dənə yerə. Düz özdə sərkərdələrin yanına. Ki, qulaq asın, suyun məcrasını dəyişmişik, hərbi düşərgəvizi sel aparacaq. Kinosunda da var. Baxın, döyüşlərdə qoşunun strateji baxımdan düzgün mövqedə qurulması çox əhəmiyyətlidir. Görürsünüz də, məsələn, Azərbaycan Qarabağ döyüşündə kim yüksəkliyi əldə eləyirdisə, aşağını rahat vura bilir. O vaxt da elə idi. Hansı mövqeyi tutdunsa, oradan bilirdin ki, məsələn, sağ cinah buradadır, sol cinah burada. Hardan necə mühasirə eləmək, necə hücum eləmək, necə qoşunu yarmaq və s. və ilə axır. Strategiya. Bəzi münafiqlər də Əli Aleyhisselamın qoşunun içində başladılar ki, sel aparacaq bizi, qoşunun cinahları dəyişdi. Elə-belə başlamayıb. Aləm qarışdı bir-birinə. İmam nə qədər çalışdı ki, dəyişməyin yerlərinizi, qalın yerlərinizdə, yalandır bu, əmrasının hiləsidir, xeyri olmadı. Qoşun yeri dəyişdi.
Sabahisi imamın sərkədilər, danladı bunları, sərkədilər. Bunu hərəkət elədiniz, yenidən hücum elədilər, suyu aldılar. İmamın qoşunu. İmam belə döyüşürdü, ha, bu adamlarla döyüşürdü. Məhərrəm ayı keçdi, Məhərrəm ayı müharibənin haram olduğu aydı. Yəni, Kərbəlada Yezid Məlun haram ayın da hörmətini saxlamadı. Səfər ayında çərşənbə günü bir rəvayətə görə ilk döyüş başladı Malikəşlər ilə Həbib ibn Müslimə arasında. Ənsab-ül Əşraf 2-ci il 300-cü səhifə. Gecə döyüş başlayanda imam bütün qoşunlarına bu göstərişi verdi. Nə qədər ki, bunlar döyüşə başlamayıblar, başlamayın döyüşə. İlk qanı siz tökməyin. Əl-Futuh 3-cü cild 44-45-ci səhifələr. İmamın məqsədi buydu ki, son ana qədər onların tövbə eləməsinə şərait yaratsın. Son ana qədər. İmam öz qoşunlarına belə sifariş elədi. Diqqət edin, bu bütün peyğəmbərlərin, müsəlmanların, İslamın sifarişidir. Müsəlmanlar, ey dünya, müsəlman döyüşəndə bu əhval-ruhiyyə ilə döyüşür. İmam buyurdu, nə qədər ki döyüşü başlamayıblar, siz başlamayın. Çünki siz şükür olsun Allaha, güclü bir dəlillə gəlmişsiniz bura. Siz haqsız. Onları bıraxın, haçan başlasalar siz başlayın, başlamasalar başlamayın. Çünki bu da yeni bir dəlil olacaq Allahın qarşısında sizin lehivizə, xeyrivizə. Biz haqqıydıq, gəldik başa salaq, qulaq asmadılar, özləri döyüşdülər, daha bizdən günah getdi. O ki deyirlər indi, iki müsəlman arasında, iki mümin arasında, onu deyənlərlə Siffeyində Muaviyyənin tərəfində olanlardır. Əgər döyüşsələr, döyüşün. Döyüşüb düşməni məğlub etsəniz, bir, qaçanı təqib edib öldürməyin. İki, yaralananların başını kəsib öldürməyin. Yəni öldürməyin də, başqa cür fərqi yox, başını kəsin, öldürməyin. Üç, heç kəsin bədənini soyub lüt eləməyin. Dörd, heç bir ölünün burununu, qulağını, barmağını, əlini, ayağını kəsməyin. Bunların hamısını Kərbəlada elədilər məlunlar. Allah. 5. Düşmənin qərargahına, çadırlarına daxil olsanız, heç bir çadırın qapısını cırmayın. 6. Mən əmr eləməmiş heç bir çadıra, evə daxil olmayın. 7. Döyüş səhnəsinə tökülmüş, döyüş səhnəsində olan qılıncdan, nizədən, qənimətlərdən başqa gedib Şamı fəth eləsək, Şamın evlərini qarət eləməyin. Neçə oldu? İtirdim. Növbəti, heç bir qadına əziyyət verməyin. Qulaq asın siz Allah, psixoloq deyə imam. Buyurur, onların qadınları sizin namusunuzu söysə də əziyyət verməyin. Niyə? Onların qadınları sizin başlarınızı, yəni məni təhqir edib söysə də əziyyət verməyin. Niyə? Buyurdu, çünki onların qadınları çox ağılsız və acizdirlər. Hələ Peyğəmbərin dövründə o qadınlar müşrik olanda Peyğəmbər bizə icazə vermirdi onlara əziyyət verməyə. O səfehdirlər. Qulaq asın. Qızışdırmasınlar sizi. Vəqətü Siffin 203-204-cü səhifə. Döyüş başladı. İki tərəfdə şiddətlə döyüşməyə başladılar. Hər gün imamın bir sərkərdəsi ön xətti idarə eləyirdi. Birinci gün Malik, ikinci gün Haşim ibn Ütbə, üçüncü gün Əmmar ibn Yasir. Bu adlara da fikir verin, görün, Muaviyyənin qoşunu kimlərlə döyüş, necə səfih insan olmaq lazımdır. Dördüncü gün Məhəmməd Hənəfiyyə, beşinci gün Abdullah ibn Abbas. Bunlar sərkərdəliyi öhdələrini alırdılar. Ənsab-ül Əşraf 2-ci cild. Növbəti dördüncü gün, cuma axşamı günü döyüş şiddətləndi. İraq qoşununun, yəni Əli Əleyhisselam qoşununun sol cinahı məğlub oldu. Amma
İmamın və malikəşlərin fərdi igidliyi sahəsində bu məğlubiyyətdən yaxa qutardılar. Ənsab-ül Əşraf 2-ci cild 306-cı səhifə. İmam özü qoşunun arasında döyüşürdü və dəfələrlə dua oxumaqla, xütbə oxumaqla qoşununu fədakarlığa, təqvaya və döyüşkənliyə dəvət edirdi. Siffin döyüşü 232-ci səhifə. Daha yormayayım sizi çox. İnşallah qalanı qalsın. Gələn dəfə davam eləyərik. İndi bilin ki, Əli əleyhissalam yavaş-yavaş elə yenə biləcəksiniz. Niyə xilafəti qəbul eləmək istəmirdi? Ona görə müəllif yazır indi gələcəkdə yenə oxuyacaq ki, imamın qoşunu hamısı imamın şiyələri deyildi. Bəziləri xüsusi şiyələri idi. Bəziləri Muaviyyəyə nifrət eləyənlərlə qoşulmuşlar imama, düşmənimin düşməni prinsipi ilə. Bəziləri zahirən öz nəzərlərində təqvalı idilər. Fikirləri buydu ki, ən yaxşı 3 xəlifənin dalıca gedən elə Əli olar, o birilər olmaz, Muaviyyə olmaz. Bu niyyətlə qoşulmuşdular. Bəziləri qənimət üçün gəlmişdilər. Bəziləri Əmrasın göstərişinin gəlmişdilər, içəridəki düşmən rolu. Bir dənə ox atmaqla, filmdə də görmüşsünüz də, təbilləri vururlar, oxla da məktub göndərirlər, görürsünüz, yeri qazırıq belə. Bel səsləridir. Suyu bıraxacaq üstümüzə. Müsəlmançılığın avamlığı qədər heç bir imamı, heç bir düşmən öldürə bilməyib. Allah Teala bizi öz avamlığımızdan qorusun. Allahın bir izzətinə zəlalına imam zamanın zuhurunda təcil buyursun. Məhbus qardaşlarımızı tezliklə zindandan azad eləsin. Ailələrinə, özlərinə təskinlik əta eləsin. Əcirlərini zayi eləməsin. Allah Teala cəmi həbs olunmuş dəyərlərimizi, torpaqlarımızı, Fələstin, Qarabağ, İraq, Suriya, gündən günə də müsəlman torpağının işğalı çoxalır. Allah Teala hamısını zülmün, küfrün, nifaqın əlindən azad eləsin. Allah Teala xəstələrimizə şəfa, ölənlərimizə rəhmət eləsin. Aqibətimizi xeyr eləsin. Günahlarımızı əff eləsin. Övladı olmayanlara salih, sağlam övlad əta eləsin. Halal ömrümüzə, halal ruzimizə, halal elmimizə bollluq, bərəkət, kəramət eləsin. Can verəndə, öləndə, qəbirdə, hesabda, mizanda, sualda, sorğuda, tərəzidə, qiyamətdə, siratda Allah Teala bizi Əhl-i Beytin himayəsindən bir an uzaq salmasın. Əzaba dözümümüz yoxdur. Allah Teala bizi dünya və axirət əzablarından uzaq eləsin. Hacı Ələmdarın ruhuna, Xocalı şəhidlərin ruhuna, Rəhməllahu Qariyəl Fatihə.